Herkese salamlayırıq dostlar. Bu günlərdə Qayçı səsinin buraxılışının ən məşhur ikinci qonağı kimdir? Və sizlərə möhtəşəm perma ustası Azərbaycanın bir nömrəsi Mako. Hoş gəlmişsən, hoş gəlmişsən. Necəsən qardaş? Sağolun başına. Deyəsən hədiyyələrlə gəlmişsən. Hədiyyələr də gətirmişəm. Bax bu lazım olacaq bizə çəkilişdə. Cibimdə nə var? Cibimdə nə var? Hazır gəlmişsən. Hazırlıqlı. Bunlar mənim həmişə üstümdə olur bu qədilər. Bu qədilər. Perma ustası bilinməlidir. 100%. Mənim maşınımda nələr var? Dəhşətli, yəni çəkər yoluna baxarıq. Çəkərik, onu bir gün çəkərik inşallah. Xoş gəlmişsən Mako. Sağ ol qardaşım. Xeyirli Mako, olsun. çox sağ ol. Təşəkkür edirəm. Allah səndən razı olsun. Hamı səni izləyir. TikTok sosial şəbəkəsində maşallah olsun. Öz möhürünü vurmusan, Instagram olsun. Öz sözünü demiş bir sənətkarsan. Bu son zamanlar qalmaqallar olur. İndi keçəcəm o qalmaqallara da. Ondan qabaq amma mən sizin səhifəyə izləyirəm və baxıram. Orada görürəm hamı soruşur ki, Mako kimdir? Mako haraldır? Mako neçə yaşın var? Biz Mako kimdir? Bir onu bir tanıyaq. Mənim qardaşım adım Məhəmməd. Özüm Bakı şəhərindən adam olmuşam. 29 yaşım var. Bu an 27 olacaq, 29. İnşallah. Təbrik edirəm səni. 10 ilə yaxındır bu sənətlə məşğulam. 10 ildir permeniz. 10 ildir bərbərəm, xüsusən perma ilə tanınmışam. Son 5 ildə sosial şəbəkədə daha çox aktivəm, amma ondan qabaq da sosial şəbəkə ilə çalışırdım. Son zamanlar baxıram sosial şəbəkədə sən özündə əsəbi formada videolar çəkirsən. Bəzi bərbər yoldaşlarımız var, həmkarlarımız, onlar da videolar çəkir. Perma haqqında ən çox hamı qiymət haqqında maraqlanır. Qiymətlər eləsi var, salıb 10 manat 99 qəpiyə, biri salıb nə bilim 50 manata, biri salıb 30 manata. Bunlar haqqında nə deyə bilərsən? Və sizdə qiymətlər neçədir? Belə deyim də qardaşım, gedirsən məsəl üçün maşın almağa və yaxud da nə bilim, yəni bazara gedib paltar almağa gelirsən. Bu şeyin ucuzu da var, bahalısı da var. Ağıllı olan insan, yəni ağıllı olan insan, biz belə deyim də kimyəvi maddə ilə işləyir də. Yəni təbii heç bir üsul yoxdur ki, saçı vursun. Təbii məsəl üçün nar şirəsi saçı vura bilmir. Nə bilim, pesok saçı vura bilmir, alma şirəsi saçı vura bilmir. Bu bildiyimiz kimi keratindir, o nədir, perma dərmanıdır. Bunlar hamısı kimyəvidir də, bilirsən özün bunu. Bu işlə çalışan bir insan kimi sən də bilirsən onu. Ən acığıma gələn bilirsən nədir? Yəni kimyəvi məhsulla istifadə elədiyini bilə-bilə adamın, sən bu işin ucuzuna qaçırsan. Adını qoyub endirim, sırıyır cəmaata keyfiyyətsiz məhsulu, keyfiyyətsiz malı bildiyin. Yəni sən götür o perma dərmanı birincisi desən neydə? Mən bunu lüboy müştəri, bizi izləyən hamı gəlsin, mənim salonuma. Mən o məhsulu götürüm, töküm müştərinin əlinə, insan dərisidir də əl. Baxsın, görsün, əgər nəsə narahatçılıq var onda. Amma getsin həmin ustanın yanına, yazır endirim. Endirim deyil ki, endirim yoxdur. Nə endirimi? Yəni sən nə 100 manatlıq şey, yəni 10 manata, bu endirim deyil də. Yəni belə endirim var. Yəni dünya üzərində belə endirim görmüsən sən? Endirim var. Məsəl üçün telefon alırsan 3000-ədir qoyur bunu məsəl üçün 2900-ə, 2800-ə endirim budur. 3000 olan şeyi sən gedib 50 manata alıb bunu deyə bilmərsən ki, endirimdə idi qardaşım, getdim istifadə elədim, endirimdən yararlandım. Elə endirim yoxdur, nə də ki sən ondan yararlanmamısan. Sən birbaşa aldanmısan. Mən buradan onu demək istəyirəm. Yəni sən get kimyəvi məhsulun ziyanını bilmədən, get ucuzuna qaç, başından yarı olsun, nə bilim, ən çox bunu gəlirlər də, elə müştərilər gəlir yanmış ki, saçım saralır, yarı oldu. Qardaşım, bu işi baxın mənim səhifəmdə videolara, yəni əsasən 20 yaşdan aşağılardır, əsasən. Böyüklər deyilir, 30 yaşdan yuxarılar deyilir, əsasən 20 yaşdan aşağılardır və əsasən gələnləri valideyn gətirir adamın yanına və valideynlər bizi izləyir də. Bugünkü gündə valideyn izləyib seçir ki, mən bu ustanın yanına aparım, yoxsa digər ustanın yanına aparım. Bir valideyn öz övladına necə rəva bilər onu? Necə valideyni də, hamımız valideyni. Rəva bilərsən öz övladıma aparıb keyfiyyətsiz, nə bilim, yəni ən aşağı olan məhsulun, kimyəvi məhsulun qabağına uşağı atasan. Yəni sən nəyinə güvənirsən, o ustanın nəyinə güvənirsən, hansı nəyinə güvənirsən, sən o ustanın evinin içini bilmirsən, sən onun vicdanını bilmirsən, sən onu ancaq sosial şəbəkədən görürsən. Bəlkə ən vicdansız insandır o. O insan bəlkə... Bir permanın müddəti nə qədər olmalıdır?
Perma qalıcılığı yoxsa Bəli, qalıcılıq. qalıcılığı biz həmişə müştəriyə deyirik ki, kəsilənə qədər qalır. Sən onu 3 il kəsdirmə, o perma qalacaq, amma formadan çıxacaq. Söhbət saçın üstündən gedir də, kənarlarından Fərqi yoxdur. Saçdır. Götür saçı. Uzanmayan bir saç götür. Bir dənə adi məsələn saçımı kəs, bu boyda saç ver mənə. Mən onu perma eləyim. Apar onu həftədə 5 dəfə yu, sal suyun altına çıxar. O uzanmadığı müddətcə perma itmir. Ömür boyu itmir. Uzanır, kəsilir. Uzanır, kəsilir, belə itir. Bəs ən çox verilən suallardan deyirəm də, misal mənim özümə də zəng vururlar ki, misal üçün perma orada bu qiymətdir, sizdə niyə bu qiymətdir? Bunların mayası bilmirlər də çox insan ki, yəni keyfiyyətli məhsulun mayası nə qədərdir? Bəlkə sən onu açıqlayasan, qoy bizi izləyənlər. Mən bir dənə şey deyəcəm. Biraz bizi izləyən, yəqin ki, yəni anlayışı olan insandır da, şuuru olan insanlar bizi izləyir də, yəqin ki, yəni Allah hamısının canını sağ eləsin. O gördüyünüz endirimlər var, görürlər, paylaşırlar endirimlər. O endirimlər nə qədərsə işin mayası odur. Yəni bunu bir qırağa yazsınlar ki, mayası olan şeyi, yəni heç bir şeydə mayaya salıb endirim eləmirlər də. Yəni heç bir dünyada elə bir şey yoxdur ki, nəyinsə mayasını eləsinlər, endirim adından bunu satsınlar məsələn. Çünki 2 saat orada sən əziyyət çəkirsən. Qalan üzərinə qoyduğumuz 20-30 manat, 40 manat məbləğ, o gördüyün əziyyətin şeyidir, haqqıdır. Çünki mən 4 saat ayaq üstə dayanıram və yaxud da 3 saat ayaq üstə duram. Hardasa gedir 2 saat, 3 saat, 4 saat dolanır. Ən çox da fikir verirəm, sizə futbolçular gəlir. Ən çox futbolçular gəlir. Ən çox da Fenerbahçe idi də səfərdə. Futbol azarkeşləri, Qalatasaray, Fenerbahçe. Bizdə belə bir şey var idi, yarışma. Son zamanlar yazmışdı, deyəsən Qalatasaraylılar demişdi. Yarışma var idi ki, Qalatasaray formasıyla gəl, otur çəkiliş edirik. Dinən ki, bəs Fənər baxçanı seçirəm. Bundan sonra mən Fənəri tuturam, Fənər azarkeşiyəm, Qalatasarayı unutdum. Mən sənə ödənişsiz vermirəm, belə bir şey kampaniya yaratmışdım. Yəni belə bir şey edirəm. Yəni ödənişsiz edirəm, amma o boyda endirim eləmərəm də, yəni. Bəs bu firma üçün nə üçündür? Bu qardaşım qadın saçları üçün. Mən bu qadın saçlarında istifadə edirəm. Qadın saçı edirik perma. Bunu edirik qadın saçlarında. Mən bunu bir kişinin saçında görəndə əsəbləşirəm. İstəyirəm ki, işi buraxın vicdansızların ümidinə. Çünki bu, hələ mən neçə dəfə demişəm, bu paylaşmışam da, videoda paylaşmışam, bu qadın saçıdır. Bunu niyə axı paylaşırsan sən? Qoyursan kişinin saçını. Qardaşım, bilirsən, bir yerdə bu yaxınlarda seminarımız olacaq, fevralın 2-si. İnşallah Allahın köməyi ilə. Gəlsin, gənc bərbərlərimiz gəlsin, faydalansın, protez saç nümayiş elətdirəcək seminarda. Perma, keratin, həndəsi saç kəsimi, feyz saç kəsimi. Yəni bildiyim qədərilə protez saç heç bir seminarda indiyə kimi olmuyor. Bunu biz təşkil eləmişik və ona görə də onu rahatlıqla deyə bilərik ki, Azərbaycanda ilkdir bu seminar. Çünki indiyə kimi protez saç qardaş olmuyor heç bir seminarda. Həm də Məhəmməd, sənlə mən olduğum yerdə həmişə ilk olur. Həmişə ilk olmalıdır. Həmişə ilkləri çünki qardaşım, biz fikirləşirik, bizim başımız işləyir, biz düşünürük hərəkət edəndə, əziyyət çəkirik, bizim bəhrəmizdir, əziyyətimizdir. Bax qardaşım, gətirmişəm. Bax, məndə görmüşsünüz də, başqa məndən qabaq kim eləyib baxı bunu? Bir ara. Həqiqətən də bu trendə çevrilmişdir. Sizdə mən görmüşəm 30 milyona yaxın videolar olmalıdır. Bu saçları hamısını qoyursunuz başlarına belə formada. Bu qardaşım birbaşa mənim ağlımın məhsuludur, beynimin məhsuludur bu mənim. Nəinki bu, gördüyüm bütün işlər, gördüyüm bütün ideyalar, proyektlər mənim birbaşa ağlımın, zehnimin məhsuludur ki, mən oturub onu fikirləşirəm, bu gün neyniyim? Mən oturub bu kimi oturub baxırlar ki, oturub baxım TikTokda görüm bu gün Mako neyniyib, İbo neyniyib, Mehman neyniyib, mən onun elədiyini götürüm və yaxud da qabanı, ayda bunda tutub bu, mən də başlayayım bunu çəkməyə. Bunlar partladır, mən də çəkim görən partladır. Sənin başın işləmir, qardaşım. Qardaşım, əgər ideya düşünə bilmirsənsə, gəlsin seminarda ideya dərsi də verək. Necə söhbətdir? Bəli, əla. Getsinlər öz ideyalarından çəksinlər, partlasınlar. İnşallah ayın 2-si, fevral ayın 2-si Mako ilə mənim böyük bir seminarım var. Mən də hər kəsi dəvət edirəm. Gəlsinlər bizim yanımıza, öz sənətlərini daha da inkişaf elətdirsinlər. Bu bir fürsətdir. Çünki həm orada perm olacaq, həm keratin olacaq, həm protez saç olacaq, həndəsi kəsimlər, feyt kəsimlər və s. Gəlin, bizlə əl-ələ verin, birləşin, sənəti daha da yüksək eləyək, mehriban olaq və mən sənə də bir qardaş kimi, bir bərbər yoldaş kimi demək istəyirəm ki, biraz səbirli ol, hər şey ədalət yerin alacaq, çünki haqq
heç vaxt ədalət itmir. Elə. O sənin əslində yüksəlişindir. O kimsə sənə misal üçün baxır, bunu eləyir, kimsə baxır, perman eləyir. İndi bilməyənlər də misal üçün deyirsən, o birisi uzun bu qıdığını götürür, o da biləcək, öyrənəcək, lazım olacaq, gələcək səndən öyrənəcək. O qədər canlılarımızda oturub izləyirlər ki bizi. Baxaq görək o necə onu vurur, bu necə bunu vurur. Ya mən də yanıma dəfələrlə gəliblər, çıxandan sonra görmüşəm ki, hamısı yazır ki, permosda saxlarım. Yəni sən niyyətə baxırsan ki, bu adam sənin yanın var, o niyyətlə yaxınlaşmır. Bax, məsələ budur. Bizim ən zəifçiliyimiz budur ki, niyyətimiz pisdir. İnsanların niyyəti nə qədər pis olsa da... Açıq olmaq lazımdır, qardaşım. O hadisə vurub partlayır da. Yəni, sən altdan eləməklə, iş görməklə, kimə neysə, özünü iş alan... Yaxşı iş görsə, mən alqışlayaram. Bu günləri necə səninlə dostum, necə səninlə qardaşlığımız var. Çünki işin keyfiyyəti var. Mən də görürəm, mənim kimi sizə də keyfiyyətli işdir, keyfiyyətlər birləşir. O pis insanlar eyni formada gəzir, yaxşılar eyni yerdə gəzdiyi kimi bizdə də o formadır. Elədir, elədir. İnşallah buradan hər kəsi işində uğurlar. Verilişimizin baş sponsorları var. Bizim verilişin baş sponsoru Azestetik şirkətidir. Ona da dərin təşəkkürümü bildirirəm. Yəqin sən də Azestetikdən emerdə işlədirsən. Mən burada Azestetikin emerdəsi var, maşınkalarıdır, kant maşınkalarıdır. Ondan sonra Luxes sponsorlarımızdan keratin, ən məsləhətli keratin bax, dostlar budur. O inanmayın da sizə gedirsiniz keyfiyyətsiz keratindən ucuz iş görürlər. Amma bax, keyfiyyətli keratin, Luxes keratinidir. Xanımlar da, bəylər də rahatçılıqla işlədə bilər. Və burada bizim sponsorlardan gördüyünüz kimi Kings Amore, kralların seçimi deməkdir. Kralların seçimi. Bu şampundur dostlar, gördüyünüz kimi. Şampun kəpəkli saçları aradan qaldırır, yağlılıqları aradan qaldırır. Çox keyfiyyətli şampundur, alanlar bilər. Və burada əsas da gördüyünüz kimi lasyondur, saqqal lasyonu. O saqqala çıxmayan müştərilərə tövsiyə edə bilərsən. Gəlsin o saqqalı rahat şəkildə çıxsın. Bir də saqqalda tökülmələr olur. Məndə saqqalı boşluqlar var. O boşluqları bu dolduracaq. Mən bunu istifadə edəcəm. Dolduracaq hamısı. Effektini özüm şəxsən sənə də deyəcəm, paylaşacağım da. Çünki sonra bax, ən çox şikayət gələn nədir? Saç tozlarından. Gəlir ki, saçı vururuq, tacında yapışır. Bu saç tozlarımız təmiz İngiltərə məhsuludur hamısı. Çox keyfiyyətli və onlar istədiyi nəticəni, abyomu verə bilir. Kimlər istəyirsə, çatdırılmamız da var. Sonra saç kremləridir, saqqal kremləridir. Hər bir şey var. Sponsorlarımıza təşəkkür edirik. Var olsunlar ki, bizə dəstəkdirlər. Biz də verilişimizi çox gözəl, maraqlı aparırıq. Təşəkkür edirəm. Əziyyət çəkib gəlmirsən, minnətdarım. Sən sağ ol qardaşım. Xeyirli uğurlu olsun verilişin. Amin inşallah. Çox sağ ol qardaşım. İnşallah yanındayıq. Sənə dəstək hara kimi, nə vaxta kimi lazım olsa, nə vaxta kimi ayaq üstəyik. Dəstək hər zaman sənə. Lütfən buradan izləyicilərimizə növbəti qonağımız kim olsun, onu yorumlarda qeyd edərsiniz. Sağ olun.